Salam mənim əzizlərim. Davam edirik şir burcu ilə. 15-22 fevral həftəsi şirləri nələr gözləyir, ona baxacağıq. Halqalı günəş tutulmasının təsiri altında bu həftə şirlər ego yoxlanışı ilə güc transformasiyası dövrüdür. Diqqət mərkəzində olmaq istəyi biraz azala bilər. Çünki tutulma onu daxili liderliyə, yəni görünən liderliyə yox, daxili liderliyə yönəldir. Enerji dalğalıdır. Məni həqiqətən kim görür sualı beynində sürəkli dolaşır. Tutulma ona deyir ki, təsdiq kənarda yox, içdən gəlməlidir. Baxaq, şirlərin hərəkəti. Böyük çıxışlar üçün uyğun vaxt deyil. Səssiz hazırlıq faydalıdır. Gücünü göstərmək zamanı deyil, yığmaq zamanıdır. Nəyi, necə edəcəyini, strateji plan qurmaq zamanıdır, hərəkət baxımından. Sevgidə emosiyalar toqquşa bilər, qarşı tərəfdən diqqət gözləyə bilərsən. Münasibətlər, zəif münasibətlər varsa daha da dərinləşəcək. Sizin üçün sevgidə sahiblənmək, dürüstlük sınağı olacaq. Riskli qərarlardan uzaq dur. Gözlənilməz xərclər çıxa bilər. Büdcəni nəzarətdə saxlamaq lazımdır. Anidən elə bir his gələr ki, nə hara getdiyini bilməyə bilərsiniz. Hardan gəldi, necə getdi, hissləri yarana bilər. Karyera. Arxa planda səni izləyən biri ola bilər. İndi atılan səssiz addımlar sonradan qiymətləndiriləcək. Stratejik olaraq irəliləyin, nəticə əldə edəcəksiniz. Tutduğunuz mövqeyin sağlam olmağı daha önəmlidir. Ona görə strateji planlar qurun. Sağlıq. Mən haqlıyam israrı olmasın. Diqqət üçün mübarizə aparmayın. Sağlıqda təzyiq və stresə diqqət edin. Dincəlmək, rahatlamaq vacibdir. Əsl güc hər kəs baxanda yox, heç kim baxmayanda özün olmaqdır, irəli getməkdir. İçindəki olan gözəllikləri ətrafa yansıtmaqdır. Görək mələklərin mesajı nədir? Bir kart çəkəcəm. Şir burcu üçün. Münasibəti olmayan şirlər üçün həyatlarına yeni biri girə bilər. Həyatında biri varsa, mövcud münasibət bir üst mərhələyə keçə bilər. Bu qədər mənim əzizlərim.